Bismillahirrahmanirrahim. Değerli Müslümanlar, Allah'ımız Kur'an-ı Kerim'in bir ayetinde buyurur ki: İnne haza lehuvel belâul mubin. Muhakkak ki bu büyük bir imtihandır. Bu ayet-i kerimeyi Allah'ımız İbrahim peygamberin imtihanına söylüyor. Bildiğiniz gibi İbrahim peygamber oğlu İsmail'le imtihan olundu. Ve o imtihandan İbrahim peygamber, oğlu İsmail peygamber ve hayat yoldaşı Hacer anamız səbr ederek çıktılar ve kazananlardan oldular. Biz de Müslüman olarak o ibadeti, o kurban ibadetini zamanımıza kadar çatdırmışıq ve onu əməl edirik. Değerli Müslümanlar, Qurban bir təslimiyyətdir. Qurban bir fədakarlıqdır. Qurban bir paylaşmaqdır. Və bu Qurban bayramı münasibəti ilə mən sizləri təbrik edirəm. Allahım bu Qurban bayramı vəsiləsilə ailələrinizə huzur, süfrələrinizə bərəkət və canlarınıza sağlıq, sıhhat, afiyət gətirsin inşallah. Hörmətli Müslümanlar, bayramınız mübarək olsun. Sağ olun, var olun.